Dünyada o qədər qəmlərimiz var, hamısı günahların qəmidir. Günah bir qəm mənbəyidir içdə, ruhda. Qəm ifraz eləyir. Yersiz qəmlərə düşürük, qüssələrə düşürük. Deyir, istiğfar ilə şad olasan, o qəmlərin mənbəyini sil ruhundan. Görəcəksən ki, Qədir gecəsi keçir, ruhunda bir təravət, sevinc yaranır, şadlıq yaranır. Allah günahkarları elə nəvaziş eləyir, elə sevə-sevə qəbul edir. Peyğəmbərlər deyir ki, ay Allah, bu günahkarlarla xüsusi davranır. Mən də günahkar kimi gedim onun qapısına. Görür ki, nə var bu günahkarlıq hissində var. Görür ki, möhtəşəm, xüsusi qarşılayır da, əziz qonaq kimi. Peyğəmbərlərə bax, imamlara, deyir, günahkar kimi gedim Allahın qapısına. Əleyhissalama bax, zələmtü nəfsi. Hər dəfə Kumeyl duasında o yerə çatanda adamın ürəyi həyəcandan döyünür. Zələmtü nəfsi, ilahi, özümə zülm eləmişəm. Günah özümə zülm eləməkdir, bəli, bəli. Elə bil ki, adam özünü bıçaqla vurub, yaralayıb. Bəs niyə gəlib Allahdan üzr istəyirsən? Adam özünə zərbə vuranda yeyib kimə deyərsə, bağışla məni. Məsələn, deyir, bir adam ağlı başından çıxıb, bıçaqla götürüb bədəninə, gəlib kiməsə deyir, üzr istəyirəm. Niyə günah eləyəndə Allaha deyir, üzr istəyirəm? Ona görə ki, o bizi çox sevir, buna görə narahatdır, deyir, səni narahat elədiyi, üzr istəyirəm. Ancaq səni sevənə gedib qapısına gedərsən ki, özümə zülm eləmişəm, sən məni bağışla. Məsələn, bir oğul, övlad pis yola düşüb, pis bir iş görür, günah bir iş görür. Məsələn, Allah eləməsin, narkotik aludəçisi olub, filan, hə? Özünü eləyib də hər şey, gəlir, anasına deyib, bağışla ana. Anaya nə olub ki? Ana onu sevir, deyə bilir, onu incidib. Ona görə. Günah da belədir. Günah özvə eləməkdə, amma gəlirsən, səni sevəndən üzr istəyirsən. Deyirsən, sən bağışla da, mən belə oldum da. Naxələf bəndə oldum. Çox möhtəşəm bir haldır bu, çox önəmli bir haldır bu. Allahla belə münacat eləyəsən, tanıyasan kimin qapısına gedirsən.